Salam, hər vaxtınız xeyir olsun əzizlərim, necəsiz? Bugün sizlərlə xitab və ara sözlərin izahına baxacağıq. Gəlin keçək ilk olaraq xitabın izahına. Uşaqlar, xitab nə deməkdir? Deməli, xitab müraciət olunan əşyanı və yaxud da şəxsi bildirir. Birinci şəxsi, sonra bizə əşyanı da bildirə bilər. Yəni, biz bir şəxsə də müraciət edə bilərik və yaxud da hər hansı bir cansız əşyaya da və yaxud da digər canlı varlığa da, yəni insandan başqa müraciət edə bilirik. Bunlara xitab deyilir. Və bu xitablar cümlədə işlənir. Amma cümlə üzvləri ilə, yəni cümlə üzvləri hansı idi? Mübtəda, tamamlıq, təyin, zərflik, xəbər. Bunlarla sadəcə məna əlaqəsi olur. Məna cəhətdən bir-biri ilə əlaqədar olurlar. Yəni onlar arasında heç bir sintaktik əlaqə olmayacaq. Bu nə deməkdir? Yəni sintaktik əlaqələr hansı idi uşaqlar? Bilirsiniz də, uzlaşma idi, idarə idi, yanaşma idi, aslı və əsas tərəflər var idi. Yəni biz bunları keçmişik. Baxın, həmin bu əlaqə xitab ilə, yəni cümlədə xitab işlənərsə, həmin xitabla cümlə üzvləri arasında bu tipli sintaktik əlaqələr olmayacaq. Amma məna əlaqəsi olacaq. Əgər məna əlaqəsi də olmazsa, o zaman xitab niyə görə işlədək biz? Deməli, xitabın mütləq ki, məna əlaqəsi var. Və uşaqlar, sizə düşə bilər ki, xitabı, yəni bu xitab belə deyək də, sintaktik vəzifəsi yoxdur. Xeyr, bu yanlışdır. Baxın, xitabın cümlə üzvləri ilə sintaktik əlaqəsi yoxdur. Amma bu xitabın özünün sintaktik vəzifəsi var. Nədir? Sözdə, yəni cümlədə müraciət olunan şəxs və ya cansız əşyaları bildirir xitab. Yəni onun sintaktik vəzifəsi elə xitab olmaqdır. Vəzifəsi var, amma cümlə üzvləri ilə sintaktik əlaqəsi yoxdur. Deməli, xitablardan gəlir. Məsələn, nümunələr yazaq. Deyirəm ki, dostlar, bizə gəlin. Baxın uşaqlar, dostlar, bizə gəlin. Buradakı xitab nədir? Dostlardır. Müraciət edirsən. Ay dostlar və yaxud da dostlar, bizə gəlin. Deməli, bu dostlar sözünün, ümumiyyətlə xitabın mübtəda ilə oxşar və fərqli, belə deyək də, fərqli cəhətləri var. Gəlin başlayaq. Baxın uşaqlar, əsasən xitablar, belə deyim də sizə, xitablar isimləşmiş sözlə, birinci isimlərlə, məsələn, dostlar isimdir. İsimləşmiş sözlərlə bu nə deməkdir? Məsələn, say ola bilər, sifət ola bilər. Bunlar isimləşir. Məsələn, deyirəm, igidlər, bura gəlin. Və yaxud da birincilər, bura gəlin. Müraciət edirsiniz. Yəni, nədir bunlar? İsimləşmiş sözlərdir. Deməli, isimlərlə, isimləşmiş sözlərlə, ondan sonra söz birləşmələri ilə. Məsələn, ellər gözəli. Bir mənə bax, məsəl üçün də, gözü söz birləşmələri ilə ifadə oluna bilər. Yəni, təkcə bunlarla ifadə olunmur, nidaların köməyi ilə də biz xitablar düzəldə bilirik. Deməli, məsələn, deyirəm ki, elə dostların yanına bir ay sözünü artırsaq, ay dostlar, neyinin, bizə gəlin. Baxın, indi bir dənə nüansı deyim sizə. Deməli, baxın, dostlar sözündə vurğu normalda hara düşür? Sona düşür, düzdür? Xitab kimi işlədəndə, baxın, bu diqqətli olun bu hissəsinə. Biz dostlar sözünü ayrılıqda işlətsək, vurğu sona düşür. Amma biz onu xitab kimi işlətsək, neyəcək? Vurğu ondan bir əvvəlki söz, belə deyək də, hecanın üzərinə düşəcək. Lardan bir əvvəlki heca hansı? Dost sözüdür. Və yaxud da uzun bir söz ola bilər. Normalda sözdə sona düşür, amma ondan bir əvvəlki sözün də üzərinə düşə bilər. Baxın, bu sadəcə xitab özü işlənərkəndir. Amma xitab, belə deyim də, nidalarla işlənəndə, o zaman vurğu hələ nidanın üzərinə düşür, həmin sözdəki də vurğu qalacaq öz yerində. Baxın, dostlar sözünü sadə işlətsək, nidasız işlətsək, vurğu dost sözünün üzərinə, hecasının üzərinə düşəcək. Yox, nidanın işlətsək, o zaman vurğu nidanın üzərinə düşür, dostlar sözündə vurğu olduğu kimi, yəni sonda olaraq qalır. Bir də bu nüansı çatdırım ki, sizə, baxın, nidalardan, çağırış nidalardan bilirsiniz də, aydı, eydi, adı, bu kimi, məsələn, heydi, bunlar çağırış nidalarıdır. Və xitablar çağırış nidalarla işlənə bilirlər. Yadda saxlayın ki, bu zaman
bir dənə ey-dən başqa digər çağırış nidaları ilə xitablar işlənərsə, xitabdan sonra vergül qoyacaq. Məsələn, ay dostlar, vergül. Belə işlənəcək. Amma ey nidası var. Məsələn, yazsam ki, ey dostlar. Baxın, ey dostlar yazsam. Bu zaman eydən sonra da biz vergül qoya bilərik və yaxud da bu olmaya da bilər. Məsələn, birbaşa ey dostlar da işlədə bilərik və yaxud da deyirəm ki, ey dostlar, bu formada da işlədə bilərik. Yəni, ey-dən sonra vergül ola da bilər, olmaya da bilər. Bu sadəcə ey nidasına aiddir. Və o zaman vurğuda nə baş verəcək? Baxaq. Məsələn, deyirəm ki, ey dostlar, bu formada işlətsəm, düzdür, bu ey-dən sonra vergül olmasa, vurğu düşəcək eyin üzərində, dostlar sözündə vurğu qalacaq sonda. Yox, əgər mən eyi ayrıca bir xitab kimi işlətsəm, desəm ki, ey dostlar, bu formada işlətsəm, yenə nə baş verəcək? O zaman eyində özünün vurğusu olacaq. Dostlar sözündə də vurğu gələcək, düşəcək bu hissəyə. Yəni, bu hissəyə diqqətli olun. Yəni, ey ayrı işlənsə, özü vergüllə ayrıca işlənsə, neynəyəcək? Hər iki sözün özündə vurğu olacaq və bu dostlar sözündə də ayrıca xitab kimi işləndiyinə görə vurğu neynəyəcək? Gələcək əvvəlki hecanın üzərinə. Bir də sizə deyim ki, xitabların sözün əvvəlində, ortasında, sonunda gələndə necə işlənir? Baxın, dostlar sözü sözün əvvəlində gələrsə, özündən sonra qoyulur. Sözün ortasında gələrsə, yəni xitab sözün ortasında da gələ bilər. Hər iki tərəfdən vergül qoyulur. Dostlar sözü əgər sözün sonunda gələrsə, neynir? Özündən əvvəl vergül qoyulur. Və əsasən, belə deyim də, əsasən deyəndə, yəni çox vaxt bu sözlər, yəni xitablar adlıq halda olan sözlərlə işlənir. Yəni adlıq halda olan isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsmi birləşmələr də nədir? Yəni birləşmə nə deməkdir? Gəlin yazaq. Məsələn, deyirəm ki, mənim gözəlim, sən hardasan? Baxın, mənim gözəlim, sən hardasan? Sual verir, daha doğrusu xitab edir. Mənim gözəlim nədir? Xitabdır. Özündən sonra deməli vergüllə ayrılır və mənim gözəlim nədir? İsmi birləşmədir. Üçüncü növ təyini söz birləşməsidir. Deməli, uşaqlar, yadda saxlayın ki, xitablar nə ilə ifadə olunmur? Nələr xitab ola bilməz? Baxın, əvəzlik, sonra məsdər, uşaqlar, feili bağlama, bu tip sözlər belə deyək, xitab ola bilmir. Amma feili sifət olar. Məsələn, feili sifət tərkibi ilə belə bir nümunə deyək ki, ey məni gözləyənlər. Bu da gəlir. Məsələn, ey məni gözləyənlər. An şəkilsi feili sifətdir. Biz onu xitab kimi işlədə bilərik. Yəni, məsdərdir, feili bağlamadır, əvəzlikdir. Əsasən bu sözlər xitab kimi işlənməyəcəkdir. Və bunları bəzən mübtəda ilə qarışdırıla bilərlər. Gəlin o hissələrə baxaq. Bir də bayaq sizə sintaktik əlaqə dedim, onunla bağlı bir nüans deyəcəm sizə. Ümumiyyətlə baxın, mübtəda da bunların oxşar cəhətləri ola bilər ki, məsələn, yazaq bura xitab. Buradan da yazaq mübtəda. Uşaqlar, bunların oxşar cəhətləri olur ki, bunlar adlıq hallı söz və söz birləşməsi ilə ifadə oluna bilərlər. Düzdür? Baxın, xitab və mübtədanın belə deyək, oxşar cəhəti odur ki, adlıq hallı söz və söz birləşməsilə ifadə olunur. Məsələn, dostlar və yaxud məsələn deyərsəm ki, bu formada yazaq. Deyəm ki, dostlar bizə gəlin. Bir də deyəm ki, dostlar bizə gəldi. Vergülsüz olanda, yəni hər ikisi adlıq hallı sözdür və isimlə ifadə olunub. Amma fərqli cəhətləri nədir uşaqlar? Xitab müraciəti bildirir. Mübtədada biz müraciət bildirmirik. Mübtədada biz onu artıq təhlil edirik. Müraciət yoxdur. Amma mübtəda nə edir? Müraciəti bildirmir. Xitab cümlə üzvü olmur. Yəni, onun sintaktik vəzifəsi var. Bəli, cümlədə xitab olmaqdır. Amma cümlə üzvü olmur. Biz onu təhlil edə bilmirik. Altından məsələn hər hansısa bir mübtədanın və yaxud da tamamlığın, təyin, işarəsini çəkə bilmirik. Amma mübtəda nədir? Cümlə üzvüdür. Sonra xitab cümlə üzvləri sintaktik əlaqəyə girə bilmir, amma mübtəda sintaktik əlaqəyə girə bilir. Və bunu da deyim ki, yəni dediyim kimi əvəzlikdir, məsdər, xitab ola bilməsə də mübtədanın ifadə vasitələri əvəzlik də ola bilər, məsdər də ola bilər.
Bir də sizə deyim ki, uşaqlar, xitablar quruluşca neçə cür olur? Deməli, yazaq ki, bura xitabın quruluşca növü. Baxın, xitabın quruluşca növü cümlə üzvlərinin quruluşu nə idi? Bir sadə idi, düzdür? Bir də mürəkkəb idi. Baxın, cümlə üzvlərinin quruluşu nə idi? Sadə idi, bir də mürəkkəb idi. Əgər bir sözlə ifadə olunacaqsa sadə, deməli söz birləşməsi ilə ifadə olunacaq mürəkkəb. Məsələn, mən sadəcə dostlar desəm, olacaq sadə. Quruluşca sadə xitabdır. Və yaxud da mənim əzizim desəm, söz birləşməsi ilə ifadə olunub, düzdür? Nə olacaq? Mürəkkəb xitab olacaqdır. Bir də hansı nüans qaldı burada sizə deyəcəyim? Deməli, uşaqlar, nə deyəcəkdim? Baxın, sintaktik əlaqə məsələsi. Biz bilirik ki, xitab cümlə üzvləri ilə, yəni mübtəda ilə, xəbərlə, tamamlıqla, təyinlə, zərfli ilə heç bir sintaktik əlaqədə olmur. Sadəcə məna əlaqəsi olur. Düzdür? Heç bir sintaktik əlaqədə olmur. Lakin xitabın özü, yəni xitab əgər söz birləşməsi ilə ifadə olunubsa, onlar arasında, yəni xitabın özünün söz birləşmələrinin arasında sintaktik əlaqə ola bilər. Məsələn, deyəcəm ki, mənim əzizim. Sən gözəlsən. Bu formada yazsaq, düzdür? Mənim əzizim nədir? Xitabdır. Mənim əzizimin arasında hansı sintaktik əlaqə var? Baxın, bu söz, bu mübtəda ilə, xəbərlə sintaktik əlaqədə ola bilmir. Lakin xitabın özü söz birləşməsi ilə ifadə olunanda, onlar arasında hansı əlaqə ola bilər? Biz bilirik ki, üçüncü növ təyin söz birləşməsinin arasında hansı əlaqələr olurdu? Gəlin yadımıza salaq. Uzlaşma, bir də idarə. Deməli, mənim əzizim xitabında bu söz birləşməsinin arasında uzlaşma idarə əlaqəsi vardır. Amma cümlə üzvləri arasında, yəni onların cümlə üzvlərindən heç bir sintaktik əlaqəsi yoxdur. Belə uşaqlar, xitab haqqında bu qədər. Yəni, xitab maraqlıdır, maraqlı bir dərsdir, amma qısa bir dərsdir. Bir də onu da sizə çatdırım ki, bir də bu fikirdə deyim sizə. Ümumiyyətlə, uşaqlar, xitablar belə deyim də, formaca elə sözlər var ki, üçüncü şəxsi bildirir. Məzmunca amma ikinci. Məsələn, desəm ki, Günay, sən danış. Daha doğrusu belə yazaq. Günay, danış, müraciət edir. Uşaqlar, Günay mən deyil, sən deyil, biz, siz deyil. Deməli, neçənci şəxsdir? Üçüncü şəxsdir. Formaca üçüncü şəxsdir. Amma deyirəm, danış. Yəni, sən danış deməkdir də. Bax, Günay, yəni sən danış. Amma məzmunca Günay nə olacaq? İkinci. Baxın, formaca üçdür. Günay üçüncü şəxsdir. Mən deyiləm, sən deyilsən, biz, siz deyiliksə, deməli, odur. O da nədir? Oya deyilmişdik ki, canlı da ola bilər, cansız da ola bilər. Yəni, ifadə oluna bilər də, düzdür, canlı, cansızla. Günay nədir? Üçüncü şəxsdir. Mən deyiləm, sən deyilsənsə, deməli, üçüncü şəxsdir Günay. Formaca üçdür. Amma desəm ki, Günay, danış, Günay, mənə bax, Günay, dərslərini oxu, Günay, buna bax. Nəyi bildirir orada? İkinci şəxs, sanki ikinci şəxsə müraciət edirsən. Yəni, formaca üçüncü şəxsdir, formaca. Amma məzmunca nədir, uşaqlar? Məzmunca ikinci şəxs olacaq. Yəni deyirəm, xitab haqqında bu qədər. Əgər hansı hissələrdəsə qaranlıq qaldısa, mütləq deməli, rəydə və yaxud da ki, yazıb soruşa bilərsiniz. Deməli, indi keçək isə ara sözlərə.